Səyyar kafe açıram 3-cü gün. Bu gün Temudan gələn sifarişlərimizi sizin gözünüzün qabağında açacağıq. Deməli bu shake eləyən aparat, sonra buradan çıxır tərəzimiz, hansı ki kofeni ölçmək üçün bundan istifadə edirik. Burada fırçalarımızdır, kofeleri təmizləmək üçün, kofe aparatını təmizləmək üçün fırçalarımız, buz aparatı, buz kalıpları deyək. Və bu da dəsmallarımızdır ki, kofe aparatını bu dəsmallarla təmizləmək lazımdır. Bu da buz qalıplarıdır. Sirop ölçmək üçün stəkan, süd qabı, bu da aparatı təmizləmək üçün dərmandır. Bu da bizim art qoymaq üçün ləvazimatlarımızdır. Müxtəlif artlarımız var. İstəsəz sifariş verə bilərsiniz. Və bu da bizim çöp qutumuzdur ki, hansı ki kofeni dəmlədikdən sonra bunun içine atırıq. Bunlar da kofe dəmləyən aparatlardır. İki sortda olur. Biri tək tərəfli, biri isə cüt tərəfli. Yəni bunların özü belə bir sənətdir. Bunların hamısını öyrənmək lazımdır və bunun üçün mən kursa getmişəm. Kursu da ayrıcalıqla sizə təqdim edəcəm. Aldığımız ləvazimatlar bu günlük bu qədər. Bəs siz burada nələrin olmağını istəyərdiniz? Rəylərdə qeyd edin, hamısını bir-bir oxuyacağım.